Salam dəyərli şagirdlərimiz, xoş gördük hər kəsi. Ümid edirəm ki, hər kəs yaxşıdır. 4-cü sinif şagirdlərinin monitorinq imtahanına dəstək məqsədi ilə çəkdiyimiz video izahları növbəti buraxılışında sizlərin hər birini xoş gördük. Bilirsiniz ki, artıq bir aydan sonra, may ayında 4-cü sinif şagirdlərinin monitorinq imtahanı olacaq və kanalımızda bu istiqamətdə yetərincə video var ki, bugün də bu videoların davamı olaraq Venn diaqramı ilə bağlı bir neçə məsələni praktik olaraq nümunələr üzərindən sizlərə izah edəcəm. Dəyərli şagirdlərimiz, dəyərli müəllimlərimiz və valideynlər, bir elanı sizinlə paylaşmaq istəyirəm ki, artıq sınaqlar qrupumuzda 20-yə yaxın sınaq paylaşılmışdır. Amma hələ də gec deyil. Kimlər ki, övladının sınaqlar üzərindən prosesə hazırlaşmağını istəyirlərsə, videonun aşağısında qoyacağım 050 515 42 77 nömrəsinə yazaraq sınaqlar qrupumuza qeydiyyatdan keçə bilər. Yəni şagirdlər sınaqlar qrupunda həm öyrənəcəklər, həm də öyrəndiklərini tətbiq eləyəcəklər. Qeyd edim ki, özəlliyimiz bundan ibarətdir ki, tərtib elədiyimiz test tapşırıqlarının və sınaqların, yəni hər birinin tək-tək izahını veririk. Bu da şagirdlər üçün daha yaxşı öyrənməni belə deyək, gerçəkləşdirir. Dəyərli şagirdlərimiz, bundan sonra artıq diqqətli olursunuz. Çox vacib nüansları bugünkü izahda sizlərlə paylaşacağam. Və bu cür videoların davamlı gəlməyini istəyirsinizsə, videolarımızı bəyənməyi, dostlarınızla paylaşmağı və kanalımıza abunə olmağı unutmayın. Dəyərli şagirdlərimiz, baxın burada Venn diaqramı təsvir olunub. Ümumiyyətlə, Venn diaqramının xassələrini bilmək bizim üçün vacibdir. Yəni, Venn diaqramı deyəndə bizim ağlımıza nə gəlir? Ümumiyyətlə, Venn diaqramı nədir? Venn diaqramı hansı tip məsələ və misallarda istifadə olunur? Bugünkü mövzumuz sırf bu istiqamətdə olacaq. Qeyd edim ki, yəni bu video izaha baxdıqdan sonra ümid edirəm ki, bu istiqamətdə sizin qarşınıza çıxan istənilən misal nümunəsinin öhdəsindən gələcəksiniz. Deməli, dəyərli şagirdlərimiz, Venn diaqramında, yəni ibtidai sinif səviyyəsində adətən 2 dənə dairə olur. Baxın, burada da 2 dənə dairə təsvir olunub və bu dairələrin ikisinin ortaq bir nöqtəsi var. Baxın, ortaq nöqtə buradır. Kənarlar isə ortaq olmayan nöqtələrdir. Baxın, diqqətli olun, həm zaman yuxarı hissələrdə müəyyən bir fikir yazılır. Tək ədədlər, bir də 5-ə bölünən ədədlər. Baxın, dəyərli şagirdlərimiz, bu hissədə diqqətli olmağınız vacibdir ki, baxın, bu hissədə yazılan rəqəmlər, yəni 81, 27, 17 və 43. Bu ədədlər ancaq və ancaq tək ədədlərdir və bunun 5-ə bölünməklə heç bir yaxınlığı yoxdur. Və burada göstərilən ədədlər isə yalnız bu fikrə aid, yəni 5-ə bölünən ədədlər. Ortadakı rəqəmlər isə, dəyərli şagirdlərimiz, hər iki fikri özündə əks elətdirir. Bir daha deyirəm, ortadakı rəqəmlər, ümumiyyətlə ortada yazılan fikirlər olsun, sözlər olsun, rəqəmlər olsun, fərq eləməz. Burada, yəni yuxarıda yazılan hər iki fikri özündə əks elətdirir. Baxın, Venn diaqramının özəlliyi də bundan ibarətdir. Sizə deyə bilər ki, məsələn, burada həmin sual yoxdur. Venn diaqramının tərkibində neçə dənə misal var? Təbii ki, burada sayacaqsınız, 4 dənə buradadır, 4 dənə burada, 3 dənə burada, 2 dənə burada. Ümumi sayacaqsınız ki, bəli, burada məsəl üçün 9 dənə rəqəm var. Amma həm tək olsun, həm də 5-ə bölünən olsun 2 dənədir. Tək ədədlərin sayı neçədir? Deyəcəksiniz ki, 4 dənə. Yəni, Venn diaqramının xüsusiyyətini bilmədən, ümumiyyətlə, təkcə Venn diaqramının yox, prosesin mahiyyəti bundan ibarətdir ki, biz bir şeyin özəyini, formasını, özlüyünü bilmədən onun ilə bağlı yürütdüyümüz istənilən bir fikir əlbəttə ki, yanlış olacaq. Yəni, bu riyaziyyatın ali qanunlarından biridir. Riyaziyyat, bilirsiniz, incəliyi sevir. Riyaziyyat sistemliliyi sevir. Riyaziyyatda, belə deyək də, 10 mərtəbəli bir bina kimi düşünün. Yəni, birinci mərtəbəyə getmədən biz 10-cu mərtəbəyə gedib çıxa bilmərik. Baxın, riyaziyyatın özəl strukturlarından biri budur və valideynlərə də tövsiyə edirəm ki, məsələn, 4-cü sinif şagirdi əgər bugün riyaziyyatı bilmirsə, bugün onu ilə 4-cü sinif tapşırıqlarını yerinə yetirməyin bir mənası yoxdur. Çünki bunun hələ problemləri var, 1-ci sinifdə problemləri var, 2-ci sinifdə problemləri var, 3-cü sinifdə. Bu problemlər həll olunduqdan sonra biz həmin şagirdlə 4-cü sinif tapşırıqlarını yerinə yetirsək, əlbəttə ki, burada bizim nəticəmiz də olacaqdır. Mövzudan uzaqlaşmaq istəmirəm, dəyərli şagirdlərimiz.
İstəyirəm ki, suallar üzərindən izah edeyim ki, qaranlıq qalan məqamlar da olmasın. 57-ci suala baxın dəyərli şagirdlərimiz. 57-ci sualda qeyd olunur ki, ümumi neçə ədəd 5-ə bölünür? Baxın, sual belə deyək də, sizi çaşdırmasın. Ümumi deyirsə, baxın, hamısını sayacaqsınız. Bu 1, bu 2, bu 3, bu 4, bu da 5 dənə. Deyəcəksiniz, müəllim, burada bu diaqrama əsasən 5 dənə ədəd ümumilikdə 5-ə bölünür. Və dəyərli şagirdlərimiz, 5-ə bölünmə əlaməti nə idi? Məsələn, biz indi burada göstərilən ədədlər balaca olduğuna görə rahat şəkildə deyə bildik ki, 15 bölünür, 25 bölünür, 10 bölünür, 20 bölünür, 30 bölünür. Amma ümumilikdə 5-ə bölünmə əlaməti nə idi? Məsələn, mən belə bir rəqəm yazardım. Uzun uzadı bir rəqəm yazardım. Sizə sual verərdim ki, sizcə bu rəqəm 5-ə bölünür, bölünmür. Və avtomatik olaraq bizim köhnə video izahlarımızı izləyən şagirdlər deyəcəklər, müəllim, bu ədəd göz yumulu ha. Deyəcəklər, müəllim, bu ədəd 5-ə bölünür. Və sual olunanda ki, niyə görə bu ədəd 5-ə bölünür? Onların cavabı belə olacaqdır ki, müəllim, buradakı 5, ədədin sonunda yazılan 5, bu ədədin 5-ə bölünməsindən xəbər verir. Deməli, dəyərli şagirdlərimiz, 5-ə bölünmə əlamətini xatırlayaraq birlikdə biz qeyd eləmişdik ki, bir ədədin 5-ə bölünməsi üçün həmin ədədin sonunda ya 0 olmalıdır, ya da 5 olmalıdır. Yəqin ki, bu qaydanı hamınız bilirsiniz və deyim ki, bütün rəqəmlərlə bağlı bizim YouTube kanalımızda maraqlı bir video izahı var və hər kəsə həmin video izahı izləməyi tövsiyə edirəm. Deməli, 57-ci sualda qeyd olundu ki, ümumi neçə ədəd 5-ə bölünür və biz də tapdıq ki, 15, 25, 10, 20 və 30 olmaqla 5 dənə ədəd ümumilikdə 5-ə bölünür. Baxın 58-ci suala. 58-ci sualda qeyd olunur ki, 20-dən böyük, baxın bu cür şərtlərdə diqqətli olun uşaqlar. Monitoring imtahanında və yaxud buna nə ad qoyursunuzsa qoyun, ümumiyyətlə uşaqların imtahana cəlb olunmasının əleyhinə olan bir müəllim kimi qeyd edeyim ki, yəni bunu imtahan kimi qəbul eləməyin. Sadəcə bildiklərinizi tətbiq eləmək üçün bir prosedur kimi qiymətləndirir. Çünki siz oradan kəsilmirsiniz, orada səhv düzə aparmır. Sadəcə nazirlik sizin hazırki durumunuzu yoxlamaq istəyir və siz də bundan, bu imkandan belə deyək də maraqlı şəkildə istifadə edə bilərsiniz. Yəni yaxşı bir şeydir ki, yəni uşaqlar getsinlər, özlərini yoxlasınlar və yaxud mən buna belə baxardım ki, yeni dostlar qazana bilərsiniz orada. Yəni buna hər cür nə cür yanaşırıqsa yanaşaq, prosesin sonunda yenə də nə var? Bir biliyin yoxlanılması var. Yəni sizlər gedəcəksiniz, məktəbinizi təmsil eləyəcəksiniz, müəllimlərinizi təmsil eləyəcəksiniz. Bu baxımdan çalışın ki, prosedura kör-körənə yanaşmayın. Yəni bu sizin qarşınıza qoyulubsa, mütləq şəkildə bunun öhdəsindən gəlməlisiniz və inşallah ki, gələcəksiniz. 58-ci sualda qeyd olunur ki, 20-dən böyük olsun, həm 5-ə bölünsün, həm də tək olsun. Diqqətli olun ha. Baxın, deyir ki, 20-dən böyük olsun, həm tək olsun, həm də ki, 5-ə bölünsün. Dəyərli şagirdlərimiz, bir dənə rəqəm bu şərti ödəyir. Baxın, bir dənə bu 25 rəqəmi 58-də qeyd olunan şərti ödəyəcək. Cavab olacaq neçə? 25. Yəni, burada digər rəqəmlər. Deyə bilərsiniz ki, müəllim, burada axı 81-də var, axı 30-da var. Burada dəyərli şagirdlərimiz, şərtə diqqətli olun. Üzr istəyirəm, 81 yox, 30 bu şərti ödəyir. Baxın, bu 30 bu şərti ödəyir. Şərtə diqqət yetirin. Şərtdə nə deyir? 20-dən böyük olsun, 5-ə bölünsün və tək olsun. Mən bəzən müşahidə edirəm ki, uşaqlar istər Azərbaycan dilindən olsun, istər riyaziyyatdan olsun, elədikləri səhvlərin ən çoxu tələskənlik üzərində baş verir. Yəni, uşaq tələsir, cavabı yazır. Mən nəticə etibarilə soruşanda ki, bala, bunu niyə belə elədin? Deyir, müəllim, mən şərti axıra kimi oxumadım və yaxud mən buna bu cür yanaşdım. Artıq bunları deyən şagird üçün gec olur. Ya o summativi yazıb gəlib müəllimlə bu diskussiyanı aparır və yaxud ki, artıq nələrsə baş verib ona görə. Bu baxımdan dəyərli şagirdlərimiz, hər birinizdən xahiş edirəm ki, riyaziyyatda və yaxud Azərbaycan dilində fərq eləməz, istənilən bir fəndə şərtlə həmahəng olun. Bir şərtin içinə, belə deyək, içində nə var, nə yox, belə deyək, özünüzü vurun misalın içinə. Görün orada sizdən nə istəyir. Bu çox maraqlı, çox vacib bir komponentdir. Və bu şərti ödəyən bir dənə rəqəmimiz var. O da olacaq neçə? Deyəcəksiniz ki, müəllim, əlbəttə ki, bu ədəd 25-dir.
Yalnız tək ədədlərin sayını deyir seçin. Yalnız tək ədədlərin sayını. Uşaqlar, baxın burada bəzən görə bilərsiniz ki, uşaqlar neynəsinlər? Götürərlər. Belə deyək də 15-i, 25-i də bu rəqəmlərin içərisində sayarlar. Bu yanlış strategiya olar. Ha, özünüzü çaşdırmayın. Niyə müəllim? Çünki burada bu söz var ha. Bizim həmişə mən video izahlarda deyirəm ha, sınaq qrupumuzda uşaqlar bu yalnız sözündən biraz ehtiyat edin. Bu yalnız sözü belə deyək də sualın, testin içinə bir şirinlik gətirir. Yəni o yalnız varsa, demək bu sualda biraz daha dərin düşünmək lazımdır. Və burada deyir ki, yalnız tək ədədlərin sayı. Yalnız tək ədədlərin sayı bax buradakılardır. Bu da bizə verir 1, 2, 3, 4 dənə. Olacaq 4 dənə. Müəllim, niyə görə biz 25 ilə 15-i götürmədik? 25 və 15 bunların ortaq cəhətidir. Yəni, həm tək ədəddir, həm də 5-ə bölünür. Ortaq cəhət olduğuna görə biz 15 ilə 25-i götürə bilmərik. Amma deyirsək ki, yalnız tək ədədləri, o zaman biz rahat şəkildə 81-i, 27-ni, 17-ni və 43-ü götürməklə 4 sayını burada qeyd eləmiş oluruq. Cədvəldə verilən 5-ə bölünən ədədlərin ən böyük olanından sonra gələn ədədi yaz. Aha, çox maraqlı bir şərt qoyublar. Yəni, baxın, bu cür, yəni bu tip verilən misallarda diqqətinizi yayındırmırsınız. Bir cədvəldə, o bizim Venn diaqramımızdır. Yəni, cədvəldir, problem yoxdur. Venn diaqramına əsasən, yəni bu bir cədvəlin bir növüdür Venn diaqramı da. İndi deyəcəklər ki, müəllim Venn diaqramına cədvəl dedi, problem yoxdur. Yəni, bizə lazım olan budur ki, biz 60-cı sualın şərtini öyrəyək. Bəzən mən nəyi müşahidə edirəm? Müəllim oturur 20 dəqiqəlik, 1 saatlıq video izah çəkir, amma video izahın içərisində bir dənə nüansı indi ola bilər ki, texniki cəhətdən səhv deyir. Ağıllı adamlar çıxırlar ki, filan şey səhv dedi, belə olmaz, savadsızlıq başarılıb gedir. Xeyr, əzizlərim, biz insanıq da, biz robot deyilik ki, biz avtomatik olaraq hər şeyi doğru bilək, hər şeyi yerində bilək. Yəni, biz də səhv eləyə bilərik və bu səhvləri qarşı tərəfə ötürən zaman bir mədəniyyət forması lazımdır ki, insan desin ki, burada bu filan şeyi səhv eləmişsiniz, bunu düzəltsəniz gözəl olar. Və biz də çox vaxt səhv eləmirik. Ümumiyyətlə, yəni söhbət bizim səhv eləməyimizdən getmir. Yəni söhbət ondan gedir ki, bəzi insanlar ümumiyyətlə səhvə də münasibət bildirə bilmirlər. Yəni 20 dəqiqəlik, 30 dəqiqəlik, yarım saatlıq, 1 saatlıq izah çəkilişdən orada bir dənə nüansı, vay o gündən ki, səhv dedim, olursan savadsız müəllim. 60-cı sualına davam eləmək istəyirəm. Deyir, cədvəldə verilən 5-ə bölünən ədədlərin ən böyük olanından, baxın, bu cədvəldə verilən ədədlərin ən böyüyü 30-dur. Düzdür uşaqlar? Bəli, bundan böyük ədəd yoxdur ki, o 5-ə bölünsün və ən böyüyü olsun. Deyir, olanından sonra gələn ədəd hansıdır? 30-dan sonra nə gəlir? Deyəcəksiniz, müəllim. 30-dan sonra gəlir, əlbəttə ki, 31. Vəssalam. Dəyərli şagirdlərimiz, bəzən mən müşahidə edirəm ki, sadə misalları uşaqlar oxumadan, düşünmədən, dərinliyinə varmadan, bir daha deyirəm, məqsədim sizi yormaq deyil, sadəcə prosesin vacibliyini sizə çatdırmaq istəyirəm ki, riyaziyyatda durub sizin qabağınıza, nə bilim, yuxarı sinif sualları qoymayacaqlar ki, nə qoyacaqlarsa keçdiyiniz şeylərdən qoyacaqlar, biraz buna duz qata bilərlər. Deyəcəksiniz, müəllim, misala da duz qatırlar. Bəli, misala duz qatırlar o mənada ki, biraz baxın şərti çox şaxəli qoya bilərlər. Bir misalın içərisində sizdən bir neçə məqamı istəyə bilərlər ki, burada da problem yoxdur. Narahat olmayın. Dəyərli şagirdlərimiz, son olaraq bir elanı sizlərlə paylaşmaq istəyirəm ki, bizim sınaqlar qrupumuz var. Sınaqlar qrupunda növbəli şəkildə bir gün Azərbaycan dili fənnindən, bir gün riyaziyyat fənnindən sınaqlar və onların video izahları paylaşılır və bu cür sınaqlardan faydalanaraq monitorinq prosesinə daha yaxşı hazırlaşmaq istəyirsinizsə, video izahının aşağısında qoyacağımız əlaqə nömrəsini yazaraq bizimlə əlaqə saxlaya bilərsiniz. Növbəti video izahlarda görüşənə qədər özünüzdən müğayət olun.